Hörmətli həmkarlar, bu videoda mən sizə rəqəmsal ortodontik xidmətlər təklif edən yeni Orto Expert brendi haqqında məlumat vermək istəyirəm. Və burada əlbəttə ki, ən böyük və maraqlı məsələ 5-ci nəsil şəffaf alignerlərdir ki, onların biomexaniki, texnoloji, pasiyentlər üçün, həkimlər üçün verdiyi, yaratdığı çox böyük üstünlüklər haqqında danışacağım. Bu bizim sloganlarımızdır. Biz fərqliyik. Şəffaf alignerlərdə yeni nəfəs. Pasiyentlara ünvanan müraciətimiz isə budur ki, görünən yalnız nəticədir. Ortodontik müdaxilə vasitələrinin biomexaniki imkanları haqqında danışaq. Burada əlbəttə ki, tarixsiz olmur. Qısa da olsa tarixə müraciət edək. Düz 100 il bundan əvvəl ortodontiyada çox mühüm bir hadisə baş verdi. Ortodontiyanın atası adlanan Edward Engel bir çox fərqli aparatlar yaradandan sonra son olaraq ömrünün axırında edgewise bracket-ni yaratdı. Əslində çox sadə bir ixtiradır, amma görün nə cür ixtiradır ki, bugünə qədər hələ ondan mükəmməl, ondan yaxşı bir prinsip irəli sürülməyib. Yəni bu nədir? Düzbucaq paz və o düzbucaq paza daxil olan düzbucaq məftil imkan verir ki, deməli, Engel bu aparatı ölümündən bir il öncə dərc olunmuş məqalədə ən yaxşı və ən yeni və ən yaxşı ortodontik mexanizm adlandırılıb, adı verib və doğrudan da bu belədir. Yenə deyirəm, 100 il tamam olub, hələ də ən geniş, ən çox istifadə olunan dünyada əlbəttə ki, edgewise bracketlarıdır. Niyə? Çünki mümkün 5 diş hərəkətindən edgewise aparatı ilə, edgewise bracketları ilə hamısına nail olmaq olur. Tipping, əyilmə, gövdəli hərəkət, dişin öz oxu ətrafında fırlanması, rotasiya, ekstruziya və intruziya, bunlar hamısı edgewise bracketları ilə mümkündür. Ondan fərqli olaraq, çıxan aparatlarının biomexaniki imkanları xeyli məhduddur. Niyə? Çünki burada təsir ancaq adətən diş tacının tək bir nöqtəsində olur. Ona görə burada asanlıqla tipping hərəkətinə nail olmaq olur, əyilmə. Intruziyada dişləmə səthləri vasitəsilə çətin deyil. Bir çox hallarda bəzi dişlərdə, məsəl üçün mərkəz kesicilərdə, yəni ki, dairəvi diş tacı olmayan dişlərdə rotasiya da mümkündür. Yəni, 2 nöqtəli hərəkət yaratmaqla rotasiya müəyyən dərəcədə tam yox, nail olmaq olur. Gövdəli hərəkət hissəvi, yəni tam gövdəli hərəkət mümkün deyil. Yenə də bir neçə nöqtədən toxunmaqla müəyyən dərəcədə çəkilən dişlərin məsafələrini bağlamaq mümkün olur. Ekstruziya isə ümumiyyətlə çıxan aparatlarla mümkün deyil. İndi isə mövzumuz olan alignerlər haqqında danışaq. Son
25 ildə airlinerlar sürətlə airliner biomexanikası, texnologiyası sürətlə inkişaf eləyir və bu əlbəttə ki, bütövlükdə 21-ci əsrə aiddir. Baxmayaraq ki, airlinerlar prinsipi hələ 20-ci əsrin ortalarından tətbiq olunmağa başlayıb. Yəni ki, setupla vulkanit aparatlar düzəlib, müxtəlif materiallardan aparat düzəldib. Amma əlbəttə ki, airlinerların ortodontiyada geniş istifadəsi 99-cu ildən başlayır. Yəni bu da əlbəttə ki, Invisalign şirkəti ilə bağlıdır ki, bugünə qədər bu şirkət çox böyük bir şirkətdir. Liderliyi saxlayır. Ən çox, yəni istifadə olunan, ən çox müraciət olunan bir şirkətdir Amerikanın. Və maraqlısı budur ki, bu şirkəti 97-ci ildə ortodontiya və ümumiyyətlə diş həkimliyinə heç bir aidiyyatı olmayıb. Stanford Universitetinin 2 tələbəsi yaradıb və 99-cu ildən onlar şəffaf airlinerları əhaliyə təklif edib və bu airlinerlar termoplastik disklərdən termoforma cihazlarında preslənilir. Yəni ki, hazır termoplastik bilirsiniz disklərlə bu ən populyar Ministardır. Onda əvvəl 3D model çap olunur və o model üzərində, diş çənəsinin modeli üzərində o şəffaf plastik sıxılır və beləliklə şəffaf airliner hazırlanır. Və bu cür airlinerlarla ilkin olaraq 5 diş hərəkətindən yenə də chipping asanlığına ən effektiv hərəkətdir və ən effektiv burada daha çox əlbəttə ki, 3-cü düzüm hərəkətləridir. Yəni biz ona adətən tork deyirik. Rotasiya çox çətin gedir. O əlbəttə ki, diş tacının anatomik özəlliyindən asılıdır. Gövdəli hərəkət müəyyən dərəcədə yenə də burada hər şey diş tacının həcminə və anatomik formasının qabarlığından bağlıdır. İntruziya da çətin deyil, intruziya da effektiv olaraq adi ataçmenlərsiz, ilkin airlinerlar ataçmenlərsiz olub. İntruziya da çətin deyil, mümkündür əlbəttə ki. Amma ekstruziya mümkün deyil və bu əlbəttə ki, sırf mexanikaya, bioloji formaya, yəni mexaniki xüsusiyyətlərə bağlıdır. Amma 2009-cu ildə yenə də Invisalign şirkəti artıq indi o Align Technology adlanır və orada bir balaca da haşiyə çıxım ki, bayaq dedim, liderdir. Doğrudan da artıq 10 milyard dolları keçib və burada sərmayə ən çox burada elmi araşdırmalara aparıb. Baxın, 3000-dən çox patenti var. 3100-dən çox Invisalign şirkətinin patenti var və artıq o bir neçə mərhələ keçib, bir neçə nəsil Invisalign airlinerların özü bir neçə nəsil görürsünüz, R5, R7 və burada bizim üçün maraqlı olan odur ki, 2009-cu ildə
burada Invisalign ataçmenlərin istifadəsini təklif edib və ondan sonra hələ bir neçə nəsildə həmən ataçmenlərin formasını təkmilləşdirmək olub ki, burada artıq alignerlərin biomexaniki imkanları xeyli genişlənib və burada bu ataçmenlər vasitəsilə hər bir 5 diş hərəkəti mümkün olub. Və bu 2019-cu ilin Avropa Ortodontlar jurnalında olan araşdırmasıdır və yenə də fixed, yəni çıxmayan aparatlarla müqayisədə biz görürük ki, alignerlarla əgər bracketlarla ABO, yəni American Board of Orthodontics'in indekslərinə görə, yəni standartlarına görə burada çox saylı pasiyentlər üzərində, modellər üzərində ölçülər aparılıb və əgər bracketlarla müalicə, uğursuz nəticə 39%-ə yaxındırsa, alignerlarla 61%-ə yaxınlaşır. Yəni, bu American Board Orthodontics'in standartlarına cavab verməyən nəticələr 61%-ə çatır. Və şəxsən mənim və yəqin ki, çoxunun xoşuna gəlməyən nədir burada? Ataçmenlərdə əsasən burada əlbəttə estetika pozulur. Və sual doğurur. Əgər pasiyent bizə şəffaf alignerları düzəltmə, yəni şəffaf alignerlarla ortodontik müalicə keçmək məqsədi ilə müraciət eləyirsə və birincisi bu deməli biz buna nə qədər çıxan deyə bilərik. Əgər burada çıxmayan hissə var, yəni bondlanan vasitələr var. Özdəki bu bondlanan vasitələr kompozitdən olduğundan təbii ki, rəngi dəyişir və burada əlbəttə estetika pozulur. Və iki əsas prinsip, yəni ki, bir tərəfdən olur çıxmayan aparat, ikincisi də əgər biz deyirik şəffaf, bu olur artıq görünən aparat. Yəni, burada dürüst olmaq lazımdır. Yəni, əgər biz şəffaf çıxmayan aparat, çıxan aparat baxışını təklif edirik ki, pasiyent istədiyi vaxtda onu çıxartsın, istədiyi vaxtda taxsın, amma sonra deyirik ki, yox, bax, burada dişin üzərində nəsə yapışdırmalıyıq, bir neçə dişin üzərindən nəsə yapışdırmalıyıq və sonra burada dişlərin üzərində rəngi dəyişir, tündləşir, görünür. Deməli, hər iki şəffaf aligner üstünlüyündən biz xətt çəkirik. Və düşünürəm ki, bu bir çox pasiyentləri narazılığa getirə bilər və əksində bəlkə hələ şəffaf görünməyən estetik bracketlar daha yaxşı olar və bu daha düz olar onlardan istifadə eləmək. Çünki keramik bracketlar rəngini dəyişmir, yəni bütün müalicə müddətində rəngini saxlayır. Yəni ki, burada elə çıxır ki, keramik bracketlarla, ataçmenlərlə olan alignerların əslində prinsipal fərqi yoxdur. Amma biomexaniki olaraq biz bilirik ki, biz artıq dedik ki, edgewise bracketları əlbəttə ki, daha böyük imkanlara malikdir. Yəni, bu mənim şəxsi fikrimdir ki, ümumiyyətlə, mənim bir 10-12 adi termoformalaşdırılmış alignerlarla
müalicəm olub və pis də olmayıb, düzün desəm, amma heç vaxt mən ataçmenlərdən istifadə eləməmişəm. Yəni, niyə? Artıq onu qeyd elədim. Və son nəsil, bax bu 5-ci nəsil, mühazirənin sonunda mən izah eləyəcəyəm, niyə bu 5 nəsil bu məsələsi gəlib. Yəni, biz indi biomexanikanı müzakirə eləyiriksə, 5 nəsil deyəndə, yəni bu nəsillər, bu airlinerlər biri-birindən hazırlanma texnologiyası ilə fərqlənir. Və gəlin baxaq, 22-ci ildə nə baş verdi? Deməli, Cənubi Koreyanın qrafik şirkəti kimya elminin ən son nailiyyətlərindən istifadə edərək terahertz qətranın satışa çıxartdı və bu terahertz qətranının iki böyük əvvəlki deməli vasitələrdən iki böyük çox mühüm fərqi var. Bu fərqlərə görə, bu üstünlüklərə görə bunlar nədir? GPA deyirik, Direct Print Aligner, yəni birbaşa çap olunan aligner və SMA, Shape Memory Aligner və bunlar haqqında mən daha ətraflı danışacağım. Amma biomexanika olaraq attachmentlərsiz imkan verir ki, heç bir yox, biraz minimal, yəni istisna hallarda, amma mən şəxsən bayaq mövqeyimi dedim ki, yəni ümumiyyətlə, əgər attachmentə ehtiyac duyulursa, mən şəxsən breketlara üstünlük verərəm. Düzdür, bu pasientdən də asılı ola bilər ki, pasient desin ki, yox, mən razıyam. Amma şəxsən mən, əgər attachment lazımdırsa, mən yenə də estetik breketlardan istifadə edə bilərəm. Əgər bu pasient üçün prinsipal vasitədirsə ki, az görünsün. Amma qrafik şirkətinin, yəni burada əsas rolu əlbəttə ki, shape memory, yaddaş forması oynayır. Yəni, yaddaş forması alignerları ilə attachmentlər istisna hallarda istifadə olunur. Və burada mümkün diş hərəkətindən hamısına birbaşa çap olunan və forma yaddaşlı alignerlərinə istisna hallarda attachmentlərdən istifadə etməklə nail olmaq olur və bu əlbəttə ki, çox böyük nailiyyətdir. Orta ekspert olaraq biz həkimlərə unikal xüsusiyyətləri olan alignerləri təklif edirik ki, həm ortodontik müdaxilənin imkan sərhədlərini olduqca geniş sərhədlərə genişləndirir, həm də pasientlər üçün maksimal rahatlıq yaradır. Terahertz qətranın iki cəhəti var. Bunları artıq dedik. Direct Print, Shape Memory. Və istehsalı gəlin müqayisə eləyək. Ənənəvi termoformalaşdırılmış deməli, rəqəmsal ölçü bugünkü günü bu artıq bir çox klinikalarda mümkündür. Bir çox sayılı artıq softlar var, yəni proqramlar var ki, orada diş hərəkətlərini və okkluziyanı rəqəmsal
formada yaratmaq olur və burada əlbəttə müalicə planlaşdırılması ya türklər demişkən planlaması baş verir. Ondan sonra 3D model çap olunur və 3D model üzərində termovakum aparatında hazır termoplastik disklərdən, onlar da fərqli istehsalçılar, tərkibi də biraz fərqlidir, amma xüsusiyyətləri az bir-birindən fərqlənir və burada qalınlıq təbii ki eyni olur. Disklərin qalınlığı fərqlidir. Siz daha qalın disk götürüb daha qalın aligner hazırlaya bilərsiniz. Nazik disk götürüb daha nazik hazırlaya bilərsiniz. Amma bu alignerin hər yerində qalınlıq eyni olacaq. Və ondan fərqli olaraq direct print, yəni birbaşa çap olunan alignerlarda burada istehsal başqa cürə gedir. O qətran, deməli, fotopolimerizasiya üsulu ilə qətrandan birbaşa alignerlar çap olunur. Ondan sonra polimerizasiya əlavə aparatlarda onların emalı davam olunur və sona çatdırılır ki, amma əsas burada əlbəttə birbaşa çapdır. Yəni birbaşa çap bu əsas prinsipdir. Yuxarıda attachmentlərin qeyri-estetik olmasını qeyd elədim. Amma ondan da mühüm məsələ, ondan da vacib məsələ var ki, forma yaddaşlı alignerlər, attachmentli alignerlərdən eyni zamanda biomexaniki imkanlarına görə də üstündür. Bu necə baş verir? Əslində, attachment sözü nə deməkdir? Əlavə deməkdir ki, breketlər və bondlanan borucuqlar, başqa vasitələr, əslində onlar da mənaca attachmentdir. Yəni, əlavə olunur, diş üzərinə əlavə olunur və prinsip etibarı ilə alignerlar üçün istifadə olunan kompozit attachmentlər prinsip etibarı ilə breketlarla heç nə fərqlənmir və ona görə breketlarla işlədiyimiz əsas problem burada da qalır. Əsas problem nədir? Əsas problem odur ki, dişin müqavimət mərkəzi diş kökündə yerləşir, breket isə diş tacının üzərində yerləşir. Eyniliklə attachmentlər diş tacının vestibulyar səthində yerləşir və müqavimət mərkəzindən bir neçə millimetr ola bilər, 7, 8, 10 millimetr məsafədə olduğuna görə burada moment yaranır. Və niyə görə problemdir bu? Ona görə ki, bir çox hallarda, xüsusən o hallarda ki, diş çəkimli keyslər olur, o zaman biz məsafələri bağlamaq üçün dişləri müəyyən məsafəyə çalışırıq gövdəli getirək ki, əyilmə baş verməsin. Ona görə mən burada ikinci düzüm hərəkətlərini göstərirəm ki, ikinci düzüm hərəkətləri, yəni burada chipping baş verir və bu moment baş verir. Və çox oxşar mexanikadır, baxmayaraq ki, əlbəttə edgewise breketləri daha mürəkkəb, daha quruluşa malikdir. Kompozit attachmentlər isə nisbətən kobuddur. Amma bu şəkildə yaxşı görünür ki, prinsip etibarı ilə həmən görürsünüz oxlar eyni təsirdir. Ona görə breketlərdə olan çatışmamazlıqlar, texniki çətinliklər
bondlanan alayner ataçmenlərində də müşahidə olunur. Daha mükəmməl, yəni burada Invisalign şirkəti artıq bilmirəm 3-4 əlavə olaraq yeni nəsil alayner ataçmeni təklif edib. Amma yenə də burada texnoloji, biomexaniki, texniki əlbəttə çatışmamazlıqlar var. Deməli, yenə təkrar edirəm. Alayner ataçmeni müqavimət mərkəzindən müəyyən məsafədə olduğu üçün burada qüvvələri momenti yaranır və gövdəli hərəkətə nail olmaq üçünsə yaranan momentləri kompensasiya eləmək lazımdır. Gövdəli hərəkət nədir? Gövdəli hərəkətin dişin bütün nöqtələrinin eyni istiqamətdə və eyni həcmdə yer dəyişməsi deməkdir. Ondan fərqli olaraq rotasiya zamanı müxtəlif formada rotasiyalar var, amma rotasiya zamanı müəyyən nöqtələrin əks istiqamətdə hərəkəti baş verir. Deməli, gövdəli hərəkətə nail olmaq üçün rotasiyanı istisna eləmək lazımdır. Ona görə başqa sözlə, xaric gövdəli hərəkət odur ki, rotasiya mərkəzi sonsuzluqda yerləşir. Və rotasiya istisna olanda qüvvənin tətbiq nöqtələrinin sayı artanda, yəni tətbiq sahəsi nə qədər böyük olursa, gövdəli hərəkət mümkünlüyü artır. Burada görürsünüz ki, dişin bütün tacı boyunca təsir baş verir və o zaman bax bizim o arzu elədiyimiz gövdəli hərəkət baş verir. Müqavimət mərkəzindən yaxın olduqca moment azalır. Yəni, əlbəttə ki, biz istərdik ki, ümumiyyətlə moment olmasın ki, əgər bizim imkanımız olsaydı, bilavasitə müqavimət mərkəzinə təsir edək, o zaman ideal gövdəli hərəkət baş verərdi. Bu mümkün deyil. Burada belə bir daha aydınlıq üçün belə bir nümunə göstərilir morj üzərində, çünki onun köpək dişləri həddindən artıq uzundur və bu fərqi görə bilərik. 10 mm olanda burada hər kvadrat millimetrə 1000 qram, yəni 100 qram qüvvə tətbiq eləyəndə o 10 dəfə artır və 1000 qramlıq moment yaranır. Məsafə çoxalanda isə burada göstərilir 60 mm. Moment də bir o qədər azalır, yəni 6 dəfə, bir o qədər çoxalır, 6 dəfə çoxalır və bu olur 6000, yəni 100 qram olur 6000 qram millimetr moment yaranır. Və deməli, belə halda əlbəttə ki, gövdəli hərəkətə nail olmaq mümkün deyil. Yəni, mümkün onda olar ki, biz əks moment, eyni dərəcədə, eyni həcmdə əks moment yaradaq. Ona görə göstərdiyimiz nümunədə, əgər biz təsəvvür eləsək ki, morjun dişinə alayner taxılır, bu hansı nəticəyə getirir? Burada əks istiqamətdə momentlər yaranır. Ona görə də bu təsir, bu momentlər biri-birini əvəzləməsinə görə burada mümkün olur ki, təsir müqavimət mərkəzinə yönlənsin. Bu, Dr. Retrover'in göstərdiyi şəkildəndir. Yəni, əgər qüvvə təsiri hər tərəfdən, təkcə vestibulyar istiqamətdən yox, dişin hər tərəfindən
dişi əhatə edib tətbiq edirsə, deməli, qüvvə geniş bir sahə üzrə paylaşanda müxtəlif nöqtələrdə yaranan həmən bu göstərdiyimiz fərqli momentlər bir-birini tarazlayır. Bu da ümumi momenti azaldır və gövdəli hərəkəti asanlaşdırır. Belə bir müqayisə də var. Qarpız qabığı, watermelon, qabığı yox, bağışlayın, qarpız tumu. Yəni, sürüşür, itələyir, ona görə bu itələmə effekti deyirik. Breketlərin üstünlüyü odur ki, bilavasitə təsir, müqavimət breketlərdən alignerlərin üstünlüyü odur ki, bilavasitə təsiri müqavimət mərkəzinə yönəldə bilir. Bəs aligner mexanikası breket mexanikasından nə ilə fərqlənir? Deməli, breketlərdə dişlərlə kontakt sahəsi kiçik və sərtdir. Alignerdə isə sahə çox böyük, ona görə də burada qüvvə paylanılır, daha yumşaqdır. Başqa bir söz də var ki, başqa bir anlaşım da var ki, breketlərlə təsir olanda, yəni o breket pazına ki, məftil daxil olur, burada daha çox dartma təsiri olur, dartma qüvvəsi olur. Alignerdə isə əksinə, burada diş hərəkətləri itələmək vasitəsilə baş verir. Bəs niyə mən yuxarıda qeyd elədim ki, adi ataçmenlərsiz termoplastik alignerlər, termoformalaşdırılmış alignerlərlə gövdəli hərəkətə mümkün olmaq, nail olmaq çox çətindir və bəzən qeyri-mümkündür. Niyə? Əgər bu aligner diş tacını bütövlükdə əhatə edirsə, bəs niyə forma yaddaşlı alignerlərlə bax bu belə gövdəli hərəkət mümkündür, termoplastik alignerlərlənsə yox. Çalışacağım bu sualı cavablandırım. Əsas məsələ burada, bax bu termoplastik alignerdir. Bu isə qrafi, shape memory birbaşa çap olunmuş forma yaddaşlı alignerdir. Və mikroskop altında kəsiyə baxsaq, biz nə görürük? Biz görürük ki, termoplastik alignerlə fərq nədir? Fərq odur ki, diş tacı üzərinə, diş minası üzərinə termoplastik aligner SMA aligneri kimi sıx oturmur. Görün burada nə qədər ara məsafələr var. Və həmçinin o dişin ekvator alt hissələrində, dişin boynunda bu daha yaxşı görünür, daha yaxşı müşahidə olunur. Görün, deməli, həmən dediyimiz diş tacını bu termoplastik aligner elə çıxır ki, əhatə eləmir, bağlamır. Amma forma yaddaşlı SMA aligner isə olduqca sıx oturur. Bu tədqiqatda 3 materialdan çox məşhur Essex və Zendura termoplastik aparatları və birbaşa çap olunmuş qrafi materiallarından hazırlanmış alignerların dişlərə sıx oturması ölçülüb, xüsusi aparatla ölçülüb və burada fərqli rənglər, yaşıldan fərqli rənglər o sahələri göstərir ki, orada aligner və
dişlər arasında məsafə çoxdur. Gördüyünüz kimi birbaşa çap olunmuş eyelinerlarda minimal rəng dəyişiklikləri var və bu onu göstərir ki, bu materialdan hazırlanmış eyeliner termoplastik materiallardan hazırlanmış eyelinerlardan xeyli daha dəqiq oturur. Və ölçülər onu göstərir ki, ənənəvi termoplastik eyelinerlarda yayınma 240 mikrondursa, orta yayınma, standart, orta yayınma. Terahartz qətranından hazırlanmış eyelinerda cəmsi 80 mikrondur. Fərqə baxın, 3 dəfə daha dəqiq oturur. Burada da yenə Zendura SX materialı, nöqtələr isə müxtəlif sahələrdə ölçülən nöqtələr bu yayınmanı göstərir. Burada çox aydın görünür ki, orta xəttdə direct print eyelinerlara daha yaxındır. Yəni yayınma termoplastik Zendura'da daha yaxşıdır. SX-də isə yayınma xeylidir. Yəni çox böyük burada qeyri-dəqiq oturma var. Kiçik bir haşiyə çıxmaq istəyirəm ortodontiyanın təməllərinə. Bunu hər bir ortodont bilməlidir. Optimal qüvvə nədir? Optimal qüvvə dişin maksimal hərəkəti üçün tələb olunan minimal təzyiqdir. Niyə görə? Çünki qüvvə artır, amma diş hərəkəti, təzyiq burada göstərilir. Təzyiq artır, amma diş hərəkətinin həcmi artmır. Burada millimetrlə göstərilib və əksinə həddindən artıq ağır qüvvə olanda hətta diş hərəkətinin ləngiyir. Burada çox dərinə getmək istəmirəm, yəni o partlayıcı rezorbsiya və s. Qısaca onu qeyd edeyim ki, bizim məqsədimiz fizioloji diş parodontunun fizioloji imkanlarından, fizioloji məqsədlərindən istifadə eləməkdir. Qüvvə artanda isə bu artıq bu həddi aşır və burada müəyyən patoloji dəyişikliklər baş verir. Ona görə yüngül qüvvə ilə hamar diş hərəkəti baş verir. Ağır qüvvələrlə isə partlayıcı rezorbsiya ilə orada boşluqlar və belə addım-addım əvvəl ləngimə, sonra sıçrayış, ləngimə, sıçrayış və bu ümumilikdə əlbəttə ki, diş ətrafı toxumalara mənfi təsir göstərir. Ona görə yenə də bütün ortodontlar bilir, əgər bilmirsə, adam yəqin ki, biraz ortodontiyadan uzaqdır. Ortodontun məqsədi, arzusu nədir? Yüngül və uzun müddətli qüvvələrlə müdaxilə etmək. Biz həmişə, bu çox çətin bir əslində, yüngül səslənir, amma həyata keçirmək bunu çox çətindir. Amma biz bunu həmişə məqsəd kimi məqsəd saxlamalıyıq, məqsəd qoymalıyıq. Və baxaq, yenə də müqayisə eləyək. Naytay məftil, polad məftil, TMA, beta-tan məftil. Burada görürsünüz ki, ən böyük sərt qüvvəni paslanmayan polad yaradır. Bu isə Terma SX-dir. Yaşıl da yenə də eyeliner materialıdır. Polietilen, deməli, termoformalaşdırılmış eyelinerlarda istifadə olunan belə adlanır.
PETG, yəni polietilin terefluoratat glikol. Və bu isə TC85 qrafinin birbaşa çap olunmuş, yaddaş formalı olan qatranı ilə hazırlanmış eyelinerin yaratdığı qüvvə və təsirdir. Və burada nə görürük? Ən yüngül qüvvə TC85 qatranı yaranır və bu qatran naytər məftillərin davranışına çox bənzər xüsusiyyətlər nümayiş eləyir. Yəni, burada əgər bu iki eyeliner materialında biz görürük ki, əvvəl yüksək qüvvə yaranır, sonra o azalır. Terahertz qatranı ilənsə bu xətt daha hamardır. O deməkdir ki, burada stres baş vermir, yəni daha uzun müddətli qüvvə yaranır. Burada çox gözəl görünür. Termoplastik, əvvəl yüksək qüvvə və qısa bir zamanda təsir optimal sahədən də çox aşağı düşür. Bu isə shape memory polimerdir, yəni forma yaddaşı. Yəni bu ağız temperaturunda bu aktivləşir və optimal təsiri saxlayır direct eyeliner. Grafi şirkəti dünyada ilk olaraq forma yaddaşlı eyeliner təklif edir. Bu eyeliner fərqi odur ki, isti suda yumşalır, yəni yüksək temperaturda yumşalır. Amma insan bədəni temperaturuna, yəni 40 dərəcəyə yaxınlaşanda aktiv olur, yəni daha sərt olur. Və buna görə də burada olduqca yüngül qüvvə və ikinci tələb olunan davamlı, demək olar ki, o qüvvənin həcmi dəyişmir. Və buna görə də ortodontik müalicə sürətlənir. Yəni, isti suya qoyulandan sonra yumşaq olur, rahat taxılır və ağız temperaturunda aktivləşməsi odur ki, bütün sahələrə sıx oturur. Eləcə də ona görə o sıx oturması imkan verir ki, gövdəli hərəkət baş versin. Bunu təkrar olaraq qeyd edirəm. Nə baş verir burada? Ağız temperaturunda aktivləşir və diş tacının üzərinə sıx oturduğundan yüngül təzyiq göstərir. Ona görə də bu diş hərəkətinin gövdəli baş verməsi mümkün olur. Ən əsas burada boyun sahəsi və ekvator altı hissələrə sıx oturur. Termoformalaşdırılmış havalarda nə baş verir? Deformasiya baş verir. Yəni qabar hissələrdə oturur, amma iç hissələrdə oturmur. Ona görə bir çox biomexanika bir çox sahələrdə pozulur. Yəni hərəkət mümkünlüyü azalır. Bundan fərqli olaraq forma yaddaşlı eyelinerları idarə olunan biomexanika adlandırmaq olar ki, burada uyğunlaşma effekti, rotasiya və dikəlmə üçün imkan yaradır. Ona görə də 99,6% effekti var
Termoformalaşdırılmış eyelinerlarda isə görürük 55-75% düşür. Tipping hərəkəti, gövdəli hərəkət qrafiyi ilə. Burada əlbəttə ki, kənar xətti də uzatmaq effekt verir və ataçmenlər və ataçmenlərsiz forma yaddaşlı eyelinerin hərəkət fərqləri göz qabağındadır. Deməli, nəzəriyyə bir yana, əlbəttə ki, sübut üçün kliniki keyslər lazımdır və burada eyelinerlar sahəsində dünyanın ən tanınmış ortodontlarından biri Yaponiyalı Kenji Ojima'dan çox nümunəvi bir keys göstərmək istəyirəm. Deməli, müalicə Invisalign ilə başlayıb, çünki uzun illər Kenji Ojima bu şirkətlə işləyib və burada görürsünüz, extraction case'dir, 4 premalyarın çəkilməsi ilə müalicə olunan case'dir və çoxlu ataçmen görürük. Amma Dr. Ojima'nı nəticə o qədər qane etmədiyindən əsas problem nədir? Malyarların əyilməsi, baxın. Deməli, termoformalaşdırılmış eyelinerdən sonra burada tipping baş verib. Görürsünüz, hər iki yuxarı aşağı malyarlarda. Ona görə də yeni imkandan istifadə edərək Kenji Ojima Shape Memory eyelinerları tətbiq edib, dəyişib və nəticə əlbəttə ki, burada birincisi ataçmenlar götürülüb və gözəl bir, mükəmməl nəticəni biz görürük. Ataçmenlara ehtiyac yox. Sadəcə burada bir fərq odur ki, kənarlar biraz uzadılıb ki, burada daha sıx oturma, daha böyük kontakt sahəsi olsun. Yenə Kenji Ojima'dan 3-cü sinif oxşar bir vəziyyətdə burada yazıb 3-cü nəsil eyelinerlar əvəz olunub 5-ci nəsil eyelinerlarla və nəticəni görürük. Biomexaniki üstünlüklər haqqında danışdıq. Bəs pasiyentlər üçün forma yaddaşı hansı imkanlar yaradır, hansı üstünlüklər yaradır? Köhnə, ənənəvi eyelinerlarla müqayisədə deyim ki, sizə bunlar da çox əhəmiyyətlidir. Məsəl üçün, mən kim adi eyelinerlarla işləyib, bilir ki, ilk dəfə eyelinerların taxılması çox çətin olur və hətta bir neçə gün tələb olunur ki, eyeliner tam dişin üstünə otursun. Ona görə də satışda belə bir vasitələr var. Həmçinin də çıxarmaq üçün artıq bunlara ehtiyac yoxdur. Nə almağa, nə tətbiq eləməyə. Niyə? Çox asan. 1-2 dəqiqə, 1 dəqiqə bəs eləyir, isti suda, yəni 60-80 dərəcə isti suda birbaşa çap olunmuş eyeliner qalır və pasiyent onu asan taxa bilir. Eyniliklə də çıxarmaq, əgər problemdirsə eyelinerin çıxması, ağızda isti suyu saxlamaqla çox asan, çox rahat onu çıxara bilər.
Gəlin öz pasiyentlərimizdə bunu nümayiş elətdirək. Bu nə cür baş verir? Baxın, otaq temperaturunda olan eyeliner baxın, nə qədər çalışıram, sıxıram onu, oturmur. Sonra görürsünüz sərtdir, kifayət qədər sərtdir. Qoyuruq isti suya, qaynar yox, isti, 80 dərəcəyə qədər, 1 dəqiqə orada qalandan sonra çox yumuşaq olur eyeliner, baxın. Hələ nisbətən az qalıb. Резкое движение делаю. Ну там не видно, а здесь не видно. Так, теперь сделай, что делаешь, только все. Ты уже... İndi isə baxaq, nə baş verir. İsti suda qalandan sonra. Fərqi görürsünüz, tam şəkildə oturur. Sen elini çek, doktor ağzını göstersin. Bayağı yarım oturmuştu. Bəs birbaşa çap hansı üstünlüklər verir? Gəlin baxaq. Pasiyentlər üçün adi eyelinerlər bilirsiniz ki, kənarları qayçı ilə kəsilir. Birbaşa çap isə imkan verir ki, biz istədiyimiz formada eyeliner kənarın formasının, dizaynını yarada bilək. Ona görə burada iki variant var, ya yuvarlaq, ya kəsik. Chamfer deyirlər ona, maili formada, yəni nə cür xoşdursa, mən məsəl üçün adətən bax belə maili dairəvi eləyirəm ki, pasiyenta heç bir narahatçılıq, heç bir problem yaratmasın. Həkimlər üçün, bax, həkimlər üçün burada olduqca geniş imkanlar açılır ki, əlbəttə termoformalaşdırılmış eyelinerlarla bu mümkündür. Onlardan biri və çox da lazımlısı eyelinerin qalınlığının təmizləməsidir. Yəni, istənilən sahədə siz əlavə orada bir hissə verirsiniz, qalınlıq verirsiniz və sizin müalicə planınızdan asılı olaraq, məqsədinizdən asılı olaraq bu vahid bir konstruksiyada olur. Bir çox variantlar var, qarmaqlar, düyməciklər, hətta palatal bar. Ondan başqa, bu deməli, Invisalign-da da var. İkinci sinif problemlərində belə bir qanadların istifadəsi, yəni alt çənəni önə yetirmək üçün bu məşhur doktor Bjorn Ludwig'in кейslərindəndir.
görürsünüz, ikinci sinif kontaktları indi görəcəksiniz, rahat birinci sinifə gətirilir. 12 həftə ərzində. Bu isə dostum, məni dost adlandıran, mən də onu çox gözəl bir dost kimi qəbul edirəm. Bakının Azərbaycan Ortodontlarının birinci konqresində iştirak edən Simon Graf, hansı ki o da Grafi şirkətinin məruzəçilərindəndir. O isə, bu təkcə o deyil, yəni ümumiyyətlə burada mən görmüşdüm başqa həkimlərdən, Misirdən və s. Deməli, birbaşa çap hesabına twin block aparatı düzəldir ikinci sinifdə. Yenə də eyni məqsədlə, deməli, alt çənəni önə getirmək üçün 9 yaşında oğlan, görürsünüz müalicəsi. Ondan başqa 11 yaşında qız uşağı, yenə də twin block aparatı. Burada təkcə söhbət twin block aparatının düzəlməsindən getmir. Çünki bilirsiniz, adətən funksional aparatlarla işləyəndə, deməli, burada 2 mərhələ olur. Yəni, ya olur 2 mərhələli müalicə, çıxan funksional aparatla sagital münasibətlər korreksiyası olur, yəni ikinci sinifdən birinci sinifə getirilir. İkinci mərhələdə isə breketlarla diş cərgələrinin tənzimlənir, diş cərgələri düzəlir. Ya da ki, bir mərhələli ənənəvi müalicə ondan ibarətdir ki, əvvəlcə breketlarla adi müalicə aparılır, ayrı-ayrı üst çənədə, alt çənədə, diş cərgələri, dişlərin mövqeləri təmzimlənir. Ondan sonra müxtəlif variantlarda konstruksiyalar var. Onlardan əlbəttə ki, ən birincisi, yəni tarixən birincisi və çox effektiv olaraq Herbst aparatıdır və başqa onlarla aparatlar var ki, çıxmayan funksional aparatlar var ki, onlar bu məqsədlə istifadə olunur. Bəs burada nə baş verir? Burada eyni zamanda, indi görərsiniz, diş cərgəsində ayrı-ayrılıqda və üst və alt çənə arasında, yəni sagital münasibətlərin korreksiyası gedir. Yəni, üst çənədə, alt çənədə eyni zamanda diş cərgələrinin korreksiyası və ondan asılı olmadan sagital münasibətlərin korreksiyası. Bu, Dr. Simon Grafdandır. Çox sağ olsun, mənə şəxsən bu fotoları göndərdi. Amma deyəsən elə müalicə bitməyib. Amma müalicənin müsbət nəticələrini artıq burada görmək olar. Müalicədən əvvəl, müalicənin gedişində və baxın, ayrıca üst çənədə diş cərgəsinin formasının düzəlməsi, alt çənədə diş sıxlığının azalması və əlbəttə ki, sagital münasibətlər burada müqayisə eləyə bilərsiniz. Bu şəkillə əsasən bax, burada olan diş sıxlığı azalması. Deməli, eyni zamanda iki müalicə gedir ki, hansı ki, başqa aparatlarla mümkün deyil. Bu da çox maraqlı keysdir bir jurnaldan. O da gördüyünüz kimi terahertz 85 qrafi qətranı ilə olunub. Əlavə olaraq burada 0,9 mm-lıq TMI məfdilindən yay düzəldilib və o yay daxil olaraq arxa dişlərinin intruziyasına gətirir ki, açıq dişləmin, burada açıq dişləm residiv kimi baş verir, mən elə başa düşdüm. Və belə bir alignerlarla, birbaşa çap olunmuş alignerla, yəni
yenə də termoformalaşdırılmış alignerla belə bir konstruksiya yaratmaq mümkün deyil. Burada isə istənilən formanı, istənilən əlavəni eləyirsiniz. Görürsünüz, burada boş fazlar var. Bu TMI məftilinin daxil olması üçün və o çox effektiv bir vasitədir. Koreyalı doktordan bir case. Yəni, çarpaz dişləmin müalicəsi üçün genişləndirici eyelinerin istifadəsi və bu yenə də birbaşa çap imkan verir ki, belə bir palatal balkalar, palatal hissələr hazırlansın və çarpaz dişləm aradan götürülür. Tam bu həmən case palatal qövs ilə 11-ci mərhələdə bax belə və yəni eyni zamanda diş cərgəsində olan sıxlıq aradan götürülür və palatal genişlənmə gedir. Yəni ki, bu əlbəttə ki, müalicə müddətini xeyli azaldır. Bizim flyerlar haqqında məlumat vermək istəyirəm, çünki mən də bunu çox vacib hesab eləyirəm. Biz orta ekspert olaraq flyer hazırlamışıq. Bu flyerlar əhaliyə ünvanlanıb, yəni bizim pasientlarımıza ünvanlanıb. Yəni məqsəd sizin işinizi asanlaşdırmaqdır ki, sizə pasientlara eyelinerlar haqqında, 5-ci nəsil eyelinerlar haqqında məlumat verməyi asanlaşdırmaq üçündür. Yəni, çox sadə formada biz eyeliner müalicəsi haqqında məlumat veririk. İkinci hissədə isə sırf öz eyelinerlarımızın üstünlükləri haqqında danışırıq. Burada heç bir yerdə bizim kontaktlarımız yoxdur. Çünki bizim məqsədimiz odur ki, sizin eyeliner pasiyentiniz çox olsun. Siz də bizə o pasientləri göndərəsiniz, siz də bizə o caseləri göndərəsiniz ki, biz o eyelinerları siz üçün istehsal edək. Nə qədər istəsəniz, yəni sayı çoxdur, hər bir həkim götürə bilər və məsləhət görürəm ki, hər bir bu flyerın üzərinə öz vizit biznes kartlarınızı qoyasınız ki, pasiyentlər bilsin kimə müraciət etsin. Bəli, bu işin çoxunu mən həyata keçirirəm. Nəyə görə? Mən bir il əvvəl 3 günlük Grafi şirkətində təlim keçdim. Gördüyünüz kimi bu şirkətin prezidenti yiyəsidir, Mr. Unseob. Və orada çox bütün mərhələləri, texnoloji mərhələləri öyrəndim və ona özüm nəzarət eləyirəm. Deməli, Grafi şirkətinin patentləri görürsünüz 21-ci ildə, 18-ci ildə ilk o qətran alınıb və proses necə gedir? Qısa da olsa, biz bu eyelinerı necə hazırlayırıq? Əlbəttə, ilk növbədə proqram işidir. Deməli, Grafinin öz proqramı var, Direct Aligner Designer, yəni DAD və burada bütün mərhələlər, planlaşdırma, sonra ayrıca eyelinerin dizaynı olunur. Bunları mən hamısını özüm eləyirəm və printer üçün fayl hazırlanır. Sonra printerdə çap olunur, terahertz qətranından
Növbəti mərhələ sentrifuqadır, yəni o mayənin dişin içərilərindən çıxarmaq üçün 6 dəqiqə sentrifuqada təmizlənir. Sonra dayaqlar kənarlaşdırılır. Yenə də təmizlik işləri gedir. Və növbəti mərhələ, yəni printerdə tam polimerizasiya olunmadığına görə o polimerizasiyanın davamı belə bir nitrografi şirkətinin nitrogen generatorunda baş verir. Orada təzyiq yaradılır və nitrogen, yəni azotla o proses olunur. Ondan sonra ultrases qurğusunda, isti suda, 80 dərəcə suda 2 dəqiqə yenə də təmizlənir və son olaraq 1 dəqiqə qaynayır. Qaynar suda eyelinerlər qalır. Bu son mərhələdir ki, polimerizasiya tam bitsin və nəhayət biz onu qablaşdırırıq və belə bir formada yenə də bizim heç bir deməli qabda bizim burada ancaq həkimin, bizə müraciət edən həkimin, onun pasiyentin adıdır, eyelinerların nömrəsidir, üst, alt, pasiyent onları özü götürür, özü istifadə eləyir. Yəni bizim üçün çox prinsipaldır ki, heç bir doktorda belə bir şübhə yaranmasın ki, onun pasiyenti başqa yerə gedə bilər, ya onun başının üstündən bizə müraciət eləyər, biz buna heç vaxt yol vermərik. Çünki bizim üçün pasiyent, bir dənə pasiyent yox, bir həkimin bəlkə onlarla pasiyent göndərilməsi əlbəttə ki, sırf işgüzar nöqteyi nəzərdən daha əhəmiyyətlidir. Və кейslər bir çox, baxmayaraq ki, bazara 3 ildir çıxıb, artıq çox maraqlı keyslər var. Burada daha çox Kenji Ojimadan olacaq. Məsəl üçün 3-cü sinif 34-cü diş yoxdur. Görürsünüz, burada ara məsafələr var və ara məsafələr 15 həftə ərzində attachmentlərsiz ara məsafələr bağlanır. Alt çənədə müalicədən əvvəl, müalicədən sonraki vəziyyəti görürsünüz. Yuxarı çənədə də diastema var idi. Orada da ara məsafələr vardı və bax belə bir nəticə, yəni gözəl birinci sinif kontaktları və ara məsafələrin bağlanması. Ara məsafələrin bağlanması adi eyelinerlə də mümkündür, amma burada gövdəli hərəkətə ehtiyac var. Çünki bir diş yoxdur. Burada diş cərgəsində. Bir var ki, məsafəni torkun hesabına, yəni ki, protruziv diş eləməklə düzəldəsən. Bir də var ki, diş cərgəsində gövdəli hərəkət. Ona görə görürsünüz, bir tərəfdə premolar yoxdur, amma ona görə də kontaktlar burada əlbəttə mümkündür. Birinci sinif kontaktı saxlamaq, amma məncə yaxşı nəticədir. Giovanni Battista burada yenə də birbaşa çapın üstünlükləri göstərilir ki, eyelinerdə burada qarmaqlar əlavə olunub və tatdan, yəni ki, mini vidadan istifadə olunur ki, dərin dişlən, burada görürsünüz, dərin dişlən var, spiraliyin dərinliyi var və belə bir gözəl nəticə. Yenə də bu, bax, belə eyelinerin, birbaşa çap eyelinerin üstünlüyüdür bu, yəni verdiyi imkandır. Kenji Ojimadan diş sıxlığı və üst malyarların distalizasiyası ardıcıl olaraq əvvəl 7-ci diş, sonra 6-cı diş. Görürsünüz burada
şəkillər o qədər keyfiyyətlidir, amma çox gözəl nəticə alınıb. Çox gözəl nəticə, ekstraksiyasız müalicə. Burada ağıl dişi, əlbəttə bu ağıl dişi çəkilməli idi. Başqa hissələrdə heç ağıl dişləri yoxdur və gördüyünüz kimi ağır formada diş sıxlığı ikinci sinif, sağ tərəfdə ikinci sinifdir, sol tərəfdə birinci sinif, dərin dişləm və hər iki çənədə ağır formada diş sıxlığı məncə çox belə effektiv, yadda qalan bir keysdir ki, bunu distalizə, özü də burada nə infrazigomatik, nə burada bir ikinci sinif elastiklarından istifadə olunur, bir də genişlənmələr. Yenə də Kenji Ojima'dan extraction case'dir burada. Gördüyünüz kimi yuxarıda yüngül diş sıxlığı var, amma alt çənədə çox olduğundan, ağır forma olduğundan hər iki çənədə ekstraksiya olunur və burada sizə deyim ki, bəlkə bir 5-6 il bundan əvvəl desəydilər ki, ümumiyyətlə alignerla ekstraksiya müalicə, 5-6 il biraz çox, çünki orada əlbəttə Invisalign sonra attachmentləri təkmilləşdirməklə bu keyslər başladı və Kenji Ojima'nın bu cür keysləri çoxdur, ekstraksiya keysləri çoxdur. Amma o belə inanılmaz gəlirdi, çünki belə formada diş sıxlığını korreksiya eləmək alignerla heç kim təsəvvür eləyə bilməzdi. Amma bugünkü günü, hətta attachmentlərsiz gördüyünüz kimi, burada ikinci sinif, var burada deyəsən, azca attachmentlər var, bağışlayın. Hər halda yaxşı nəticədir. Yenə də Kenji Ojima'dan diş sıxlığı, burada mən elə başa düşürəm, izahı yoxdur, köpək dişləri çəkilib. Çünki premolarlar yerindədir. Nə səbəbdənsə görünür, vəziyyəti yaxşı olmayıb diş dayağının və köpək dişləri çəkilib. Alt 2 kəsici yoxdur, 32-42 yoxdur, birinci sinif, dərin dişləm və gummy smile görürsünüz burada. Burada əvvəl bondlanan belə dişləmi qaldırmaq üçün bondlanan şina hazırlanıb, ondan sonra alignerlardan. 5-ci mərhələ aligner və mini vida burada görükmür, amma burada var. Yəni mini vida ilə ön dişlərinin, təkcə ön dişləri yoxdur, burada ümumilikdə intruziya olunub. Çünki burada spi əyriliyin dərinliyi yoxdur, azca var və mən elə başa düşürəm ki, bu alignerların hesabına bütövlükdə maksillanın intruziyası baş verib ki, gummy smile və çox gözəl nəticə. Artıq gummy smile yox, diş əti güləndə görünür. Diş sıxlığı, ağır diş sıxlığı, 60 yaş, deməli, bu diş 12, 22, 24, 25 dişlərdə çarpazlıq, birinci sinif və bir köpək dişi yoxdur. Deməli, sağ 13-cü diş yoxdur və attachmentlərsiz bu cürə ağır diş sıxlığı, attachmentlərsiz diş çəkimi ilə, əlbəttə ki, burada təbii ki, əgər sağ tərəfdə bir diş yoxdursa, sol tərəfdə də diş çəkilib, görünür burada
Baxın, 5-ci diş çəkilib, çünki 5-ci diş plombludur və 5-ci diş çəkilərək yenə də Kenji Ojima'dan çox gözəl bir nəticə və aşağıda da ağır diş sıxlığı olduğundan aşağıda isə yenə də 2 premolar çəkilir. 25, 34, 44. Deməli, yuxarıda 25, mən heç bunu görmürəm. Yuxarıda 25, aşağıda isə 4-lər. Niyə görə 25? Çünki burada böyük plomb var. Həmişə, yəni, zəif bənd deyirəm mən ona. Yəni ki, əlbəttə, zəif bəndi aradan götürmək lazımdır. Sağlam dişi çəkib, problemli dişi saxlamaq, bu heç də heç bir pasiyentin maraqlarına ola bilməz. Bizim işimizi ola bilər çətinləşdirsin, amma biz ilk növbədə pasiyentimizin gələcəyini fikirləşməliyik. Yine Kenji Ojima genişlənmə, görürsünüz burada dar formadır və inanılmaz doğrudan da bir şey. Bu cürə diş sıxlığında ola bilsin stripping olub yazılmayıb, amma olduqca ağır diş sıxlığı çəkimsiz müalicə olunub. Yine Kenji Ojima qarışıq dişləm. Burada problem 13, 23, 25-ci dişlərin çıxmaması. Görürsünüz burada belə bir boşluq saxlanılıb ki, çıxmayan dişlər üçün yer yaradılsın. Attachmentlərsiz. Və yenə də əla nəticə. Bəli, bax bu case məni lap belə çox təəccübləndirdi. Çünki əvvəlki Björn Ludwig'in case'ında orada intruziya var idi. Niyə görə təəccübləndirdi? Bax, belə bir ağır açıq dişləm. Düzdür, burada çarpazlıq var və bəzən əlbəttə üst çənənin genişlənməsi hələ özü xeyli açıq dişlərin bağlanmasına. Amma təsəvvür eləyirsinizmi ki, burada ekstruziyasız, yəni attachmentsiz, zero attachment, yəni ki, sıfır attachmentlərsiz açıq dişləmi bu cürə normal vertikal münasibətə getirmək. Kenji Ojima'dan yenə də inanılmaz bir case, möcüzəyə oxşayır. Mən başa düşə bilmirəm düzü. Bu necə ola bilər ki, bax, belə bir diş sıxlığı çəkimsiz həll olunsun. Bəli, yonulmağına yonulub, amma hər halda və bunlar hamısı eyelinerlə olunub. Nadir case'dir ki, burada üst çənədə bir tərəfli diş çəkilib, amma nəticədən görünür ki, yəni diaqnostikadan nəticədən görünür ki, burada problem ancaq pasiyentin solundadır, ağır diş sıxlığı ona görə premolar çəkilib və yan kesici yerinə qoyulub və estetik və funksional nöqteyi nəzərdən yaxşı nəticə alınıb. Bu video 5-ci nəsil eyelinerlər adlanır. Və təbii ki, bugünkü günü anlamaq üçün keçmişi bilmək lazımdır və gələcəyə də hazır olmaq üçün həm keçmişi, həm bugünkü günü aydın təsəvvür etmək lazımdır. Qısaca, birinci sinif eyelinerlər hansılardır?
birinci nəsil başlayır. Və birinci nəsil, yəni vulkanitdən hazırlanan pozisionerdir, hələ uzaq 1946-cı ildə. 80-ci illərdə artıq bu Essex deyilirdi əvvəldə, termoform vakuum formalaşdırılmış pozisionerlər hazırlanırdı, bəzən eylinerlər hazırlanırdı, yəni əllə gips modeldə setup, box-up eləməklə bu eylinerlər hazırlanırdı. Amma o zaman əlbəttə ki, rəqəmsal planlama söhbəti yox idi və bu ancaq başladı 1990-cı ildə Invisalign şirkətinin fəaliyyətə başlamağı ilə. Üçüncü nəsil, bax bu artıq ataçmenlərlə istifadə olan eylinerlərdir. İkinci nəsil adi termoform eylinerlər. Üçüncü nəsil ataçmenli eylinerlər. Bu vaxtlarda 19-21-ci illərdə birbaşa çap eylinerlər mümkündür, amma onlar adi qətrandandır, yəni sadəcə birbaşa çap olunurdu və onların heç birinin forma yaddaşı yoxdur. Və nəhayət 22-ci ildə Grafi şirkəti başlayıb, indi artıq LuxCare var, 4D eyeliner var, bildiyimə görə bir 15 şirkət var ki, burada forma yaddaşlı və birbaşa çap olunan eyelinerları istehsalı edilsin. Və maraqlıdır ki, 6-cı nəsil bizə nə verəcək? Hər halda görürsünüz, burada ili bilmirik, amma mən tam əminəm ki, bu 20-ci illərdə, yəni 30-cu ilə qədər, çünki rəqəmsal texnologiyalar, kimya, fizika elmləri o qədər sürətlə inkişaf edir. Mən əminəm ki, 30-cu ilə qədər bizi yenə də bir inqilabi dəyişiklik gözləyir. Amma nədən ibarət olacaq? Hansı belə imkanlar verəcək bizə 6-cı nəsil eylinerlər? Onu əlbəttə mən deyə bilmərəm. Deməli, forma yaddaşlı eylinerlərin üstünlükləri, formaya əsaslanan biomexanika, rəsmi təsdiqlənmiş biouyğun hüceyrəyə qarşı toksik, ataçmenlərə ehtiyac yoxdur, daha yüngül qüvvə, yüksək adaptasiya qabiliyyəti, daha böyük diş hərəkətləri, hərəkətin tələb etdiyi müddətə uyğun taxma vaxtı, daha qısa müalicə müddəti, diş hərəkətləri üçün daha yüksək effektivlik, qalınlığın tənzimlənməsi, müəyyən sahələrə qatran əlavə etmək imkanı, müxtəlif aparatların çap olunması imkanı. Ortoekspert doktorlara müfəssəl və çevik xidmətlər təklif edir. Həkimin seçimindən asılı olaraq ağız və gips model skanı, əgər sizin klinikavızda skan yoxdursa, müalicə öncəsi protokol foto çəkiliş, kompüter tomoqrafiyası daxil olmaqla istənilən rentgen çəkiliş, təcrübəli ortodont tərəfindən ortodontik müalicə planına yardım və eyeliner planlaması, Grafi şirkətinin Terahartz qətranı ilə forma yaddaşlı eyelinerlərin birbaşa çapı. 10 mərhələdən sonra təkrar skan və planlamaya düzəlişlər, yəni ki, bu bizim yanaşmamızdır ki, əgər mürəkkəb müalicədir, məsəl üçün 30, 20, 30, ondan da çox addım tələb olunursa, biz onu bir dəfəyə çap eləmirik, mərhələlərə bölürük ki, bu bir çox qabaqcıl şirkətlər, Invisalign-da ona clean check deyilir, yəni təkrar
skan olunur və təkrar planlama aparılır. Çünki nə qədər müddət uzundursa, bir o qədər bizim ideal gözləntilərimizdən reallıq uzaq ola bilər və bunu biz əlbəttə ki, nəzərə almalıyıq. Tera qatranı ilə reteynerlər, müalicə sonu protokol fotoçəkiliş. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınız varsa müraciət edə bilərsiniz. Mən Zaur Zeynalov. Və çox ümid edirəm ki, çoxunuzla əməkdaşlıq eləyəcək və bu əməkdaşlıq həm sizə, həm bizə faydalı olacaq, maraqlı işlər görəcəyik, gözəl nəticələr əldə eləyəcəyik. Sağ olun.